İnsan dəyişmir düşüncəsi tamamilə irfana zid bir yanaşmadır. İrfanın bütün fəlsəfəsi elə insanın dəyişə biləcəyi, nəfsi islah edəcəyi üzərində qurulub. Ayətullah Həsənzadə Amili deyirdi ki, insan ruhu donmuş bir daş deyil. O daimi axışda olan maye kimidir. İnsan dəyişməz olsaydı, Allah peyğəmbərləri və kitabları göndərməz, tövbə qapısını əbədi olaraq açıq saxlamazdı. Quranda buyurulur, şübhəsiz ki, Allah tövbə edənləri də sevir, təmizlənənləri də. Əgər yaradan bəndəsinin dəyişəcəyinə inanıb ona hər saniyə şans verirsə, bəndənin digər bəndəyə sən dəyişməzsən deyib qapını bağlaması təkəbbürlüydür. Biz çox vaxt qarşımızdakı insanın 10 yaxşılığını unudub bir səhvinə görə onu həyatımızdan silirik. Əllamə Təbətəbai Əl-Mizan təfsirində qeyd edirdi ki, Allah belə bəndəni mühakimə edəndə onun yaxşılıqları ilə pisliklərini tərəziyə qoyur. Əgər yaxşılıqları ağır gələrsə, pislikləri silir və bağışlayır. Çünki Quran buyurur, həqiqətən yaxşı əməllər pis əməlləri silib aparır. Ümumiyyətlə, insan məsum deyil və qarşındakı insandan məsumluq gözləmək özü bir bəsirətsizlikdir. Ayətullah Behçət ağa deyirdi ki, əgər insan bir anlıq nəfsinə məğlub olub yalan danışıbsa və ya xoşagəlməz bir hərəkət edibsə, lakin sonra etiraf edib və bunu bir vərdişə çevirməyibsə, ona mütləq şans verilməlidir. Quranda buyurulur, gərək bağışlasınlar və keçsinlər. Məyər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Əllamə Qazi yazırdı ki, elə insanlar var ki, onların zəhəri sizin ruhunuzu öldürür. Bir insan yalanı, aldatmağı və zülmü özünə xarakter edibsə, hər dəfə bağışlandıqdan sonra eyni şeyi bilərəkdən təkrarlayırsa, ona yenidən şans vermək ağılsızlıq və öz nəfsinə zülm etməkdir. Allahın təqdiri və qəzası insanın öz daxili iradəsi və seçimləri vasitəsilə gerçəkləşir. Ayətullah Həsənzadə Amili yazırdı ki, insan ruhu bu dünyaya gələndə xam material kimidir. O, Adəm şüuru mərhələsinin ən aşağı qatında, yəni təcrübəsizlik və fərqindəsizlik dövründə olur. Əgər bir insan vaxtilə elmsizlikdən, ailənin mənəvi baskısı altında sıxılaraq, yox demə iradəsinə sahib olmadığı bir dövrdə səhv qərar veribsə, Allah onu bu keçmiş qərara görə əbədi bədbəxtliyə məhkum etmir. Şəhid Mürtəza Mütəhərri qeyd edirdi ki, insanın dərrakəsinin və elminin çatmadığı yerdə verdiyi məcburi qərarlar onun daxili azadlığının yoxluğunu göstərir. Yəni o zaman o insan həqiqi mənada azad deyildi ki, onun seçimi tam mütləq bir günah və ya iradə forması sayılsın. Bir insanın qarşısındakı şəxsin mənəviyyatsız, zalım və ya uyğunsuz olduğunu anladığı an, Allah ona ağlı və bəsirət nuru ilə bir siqnal vermiş olur. Əgər bəndə bu ilahi xəbərdarlığı görüb göz yumursa, bu artıq ilahi yazı sayılmır. İnsanın öz nəfsinə və gələcəyinə etdiyi zülm